oldu bir qadın sonda inada. Bir oğlan həsrətin ağrısını alır. 5 ildir getdiyin həmən binada bütün arzularım kiraya qalır. Bütün arzularım kiraya qalır. Xəyanət əhli, məhəbbət əhli ola bilməz. Çoxunda onsuz ürəkdə biridir, sözdə biri. Əsl sevənlər ruhən yaşayır sevgisini. Öz sevdiğinin soyadını taşıyır yüzde bir. Yağışta yağdı, küleğin esti, küleği dayandı, bəs bu nə səsdi? Ümidlərim göz yaşında boğulur, yağışta kesti, ağlama bəsdi. Yağışta yağdı, küleğin esti, küleği dayandı, bəs bu nə səsdi? Ümidlərim göz yaşında boğulur, yağışta kesti, ağlama bəsdi. Qismət belə oldu barışım hər gün. Qəm çəkən insanla dərindən danış. Mən öz dərdlərimlə danışım hər gün. Sən evli qadınsan, ərinlə danış. Sən evli qadınsan, ərinlə danış. Yağışta yağdı, küleğin esti, küleği dayandı, bəs bu nə səsdi? Ümidlərin göz yaşında boğulur, yağışta kesti, ağlama bəsdi. Yağışda yağdı, küləklə əsdi, külək dayandı, bəs bu nə səsdi? Ümidlərim göz yaşında boğular, yağışda kəsdi, ağlama bəsdi. Salam, hər vaxtınız xeyir olsun. Bəli, bugün bazar ertəsi hər şeydən biraz verilişi efirdədir. Best FM radiosunu dinləyirik və işləyirik. Bugünkü qonağımız məşhur bloger, çox səmimi, mehriban bir xanım Türkan Muradovadır. Türkan xanım, xoş gəlmisiniz efirimizə. Sizi efirimizə görməyə çox şadıq və daima TikTok sosial platformasında sevə-sevə izlədiyimiz bir bloger bugün artıq bizim müsahibimizdir. İlk sualım budur ki, blogerliyə necə başladınız? Blogerliyə necə başladım? Blogerliyi əslində istədiyim bir şeyləri edə bilməməyimin nəticəsində oldu. Mən aktrisa kimi, yəni Özünüzü görürdünüz. Oxuya bilmədim. Amma belə bu üzrə getsəm daha yaxşı olar deyə düşünərəkdən blogerliyə başladım. Yəni özünüz də heç fikirləşmədiniz ki, mən gələcəkdə məşhur bir bloger olacağam. Yəni yoxsa bunu artıq özünüzün qarşınızdan məqsəd qoymuşdunuz? Məşhurluğa görə eləmirdim. Sadəcə istəyirdim ki, İstəyirdim. Buna həvəsim var, bu işə həvəsim var, istəyim var, bu işi elə davam elətdirim. Dəfələrlə olub başqa sahələrdə üst tutub işləmək istəmişəm. Sənədlər də əldə eləmişəm ki, sənədlərim olub. Amma sonradan görmüşəm ki, yox, mənim elə işim blogerlikdir. Aha, nə gözəl. Növbəti sualım budur ki, ilk paylaşdığınızı xatırlayırsınız o videonu. Və necə xatırlayırsınız? İlk paylaşdığım 2018-19-cu ildə olub. Onda başqa bir əməkdaşla işləyirdik biz. Yəni Neymətlə işləmirdiniz də? Yox, də? onda Neymətlə deyildik. Xatırlayıram, onda da qısa metrajlı, maraqlı videolar çəkirdik, gülməli. Aha, və necə qarşılanırdı? Çox qəşəng. Nə gözəl. İnsanlar tərəfindən çox qəşəng qarşılanırdı. Çünki həmişə yumoristik çəkmişik deyə, insanlar tərəfindən bəziləri ola bilər ki, bunları tam başa düşmür, fikrimiz onlara çatmır, amma biz sırf yumoristik götürürük ki, həm uşaqlar, həm böyüklər baxa bilsin. Əziz izləyicilər, verilişimiz başlayanda musiqi arası Türkan xanımın ifası səsləndi və doğrudan da orada da özünüzü təsdiq edə bilmişsiniz. Yəni bir sıra ifaçılar məndən inciməsən, artıq Türkan xanım həqiqətən həm gözəl səsi, həm gözəl ürəyi, həm bizi o mahnının gözəl təqdimatı var. Yəni mən özüm də dəfələrlə eşitmişəm bu mahnını, amma bilmirdim yəni sizin ifanızdadır. Artıq bax bugün mən onu bildim ki, o sizin ifanızdadır. Bəs bu musiqi oxumağa necə gəldiniz? Yəni necə qərar verdiniz ki, mənim artıq səsim var, mən musiqi də oxuya bilərəm? Musiqini valla uşaqlıqdan mən bağçada, məktəbdə, mən həmişə şeirləri, musiqiləri mənə verirdilər. Musiqi dərsindən həmişə 5 alırdım. Yəni uşaqlıqdan səsimin olduğunu bilirəm. Yəni oxuya-oxuya da həmişə evdə gəzirdim. Sonradan indi mənim həvəsim
həvəsim olduğuna görə mən həvəskar, mən musiqiçi deyiləm. Həvəskar olaraq düşündüm ki, başlayım musiqi. Sadəcə öz YouTube səhifəmdə musiqilərimi yayımlayım və buna insanların reaksiyasına baxım. Əgər istəsələr davamını davam elətdirim. Və gördüm ki, insanlar bunu həqiqətən də bəyəndilər. Çünki artıq ümumi TikTok, YouTube platformasında artıq 3 milyona yaxındır ki, yəni bizim mahnımız dinlənib. Yəni trend deməyək, amma daha da dinlənib də, yəni trendin inşallah trendini etmək üçün əlimdən gələni eləyəcəm. Bu yay inşallah yeni bir bəstə ilə, yeni bir mahnı ilə qarşılarına çıxacağam. İnşallah. Mən də sizi salamlayıram Türkçə xanım. Aleyküm salam. Bunu burada yandıracağım. Yuxarı qaldıracağım. Yuxarı yandı. Hər birinizi xoş gördük, əziz izləyicilərimiz. Biz də Türkçə xanımı xoş gəldin deyirik. Hər şeydən birazdan verilişimiz davam edir. Söhbətlərimiz olacaq, suallarımız olacaq Türkçə xanıma. Buradan SMS yazıb göndərənlər var, SMS-lər də yazıb göndərə bilərsiniz. SMS-lər var, onları səsləndirmək istəyirəm. Rzayev Şahlar yazıb ki, salam, necəsiniz? Gününüz xoş, efiriniz şən keçsin. Təşəkkür edirəm Rzayev Şahlar, minnətdaram. Zeyn Müzik kanalı Aktual TV yazıb bizə, Türkçən xanım xoş gəlibdir. Çox sağ olun. Çox sağ olun, minnətdaram. Qonağınızı salamlayıram. Türkçən xanıma deyə bilərsiniz ki, Tovuzdan konsert verəcək. Artıq sizdən konsert istəyir tamaşaçılar. Konsert istəyirlər, toylara bəzən təkliflər Hətta. gəlir. Əslində mən toy müğənnisi deyiləm. Amma Heç də gedirsiniz müğənnis toylara, deyiləm. yəni Yox, bir getmirəm. mahnı, iki mahnı ifa etməyə. Yox, ümumiyyətlə mən bu sənədə girəndə mən həvəskar olaraq addımlarımı atmışam. Dost məclislərindən başqa qıraq bir məclislərdə oxumaq kimi niyyətim yoxdur. Yəni toylar olsun, istər məclislər olsun. Sadəcə olaraq öz YouTube-uma həvəskar musiqiçi kimi yayımlamaqdır. Amma məncə Türkan xanım, Aqil müəllim də mənim dediyimlə razılaşır. Bir Gülvari bir solo konsert etsə daha yaxşıdır. Çünki bir sıra müğənnilərdən yaxşı oxuyur. Bu Çox bəyəndim. radyo təsisçisi olaraq, çünki 15 ilə yaxın ki biz bu sistemin içindəyik. Çox müğənnilər olub bizim efirlərimizdə, gənclərimiz çox olubdur. Türkan xanımın çox gözəl səsi var. Həqiqətən deyirəm, Təşəkkürlər, çox sağ olun. dayanmayın. Yəni bilirsiniz necədir? Mən sizə buradan da bir şey vurğulayacağam ki, bəzi insanlar, bilməm siz subaysınız ya Subayam. evlisiniz, Allah sizi xoşbəxt eləsin. Çox sağ olun. Bilirsiniz, bəzi insanlarla mən razılaşmıram Yeganə xanım. Çünki biz müasir insanlarıq da. Bəli. Biz artıq Rusun tərkibindən çıxmış bir insanlarıq. Biz azad Şükürlər bir... olsun, bəli, şükürlər bəli. olsun ki, Qalib biz ölkənin qalib xalqıyıq, ölkəyik biz. bəli. Mən sənəti evliliyə qatmıram. Evlilik tamam başqa bir nüansdır, sənət başqa. Elə bir insanla ailə qurmaq lazım ki, Türkan xanım. Qəbul eləsin. Bəli. Yəni bilirsiniz nətərdir? Evində ev xanımı kimi işinizi görün, yeməyinizi bişirin, evin yığışmasıdır və s. da. Bu öz yerində, sənət isə öz yerində. Birinci xoşbəxtlikdir. Bu aydın məsələdir. İkinci də sənət. Əgər sizə Allah bu istedadı veribsə, bu istedadı qoruyub saxlamaq lazımdır. Bəzən bəzi qaynanalar deyəcəm, burada mənə yazıb göndərəcəklər ki, qaynanaları istəmirəm, Allah canlar sazı. Bəzi valideynlər, qaynanalar məsəl üçün də onları qınağa çəkirəm, niyə? Onlar Sərhəd qoyurlar. sərhəd qoyurlar Bəli. və belə deyim də, Rusun dövründə, vaxtında yaşayan, SSR-nin dövründə yaşayan adamlar oldu da onlar. Ay mənim gəlinim çıxmasın insan içinə çıxanda nə olar ki? Nə olacaq ki? Kultura var, mədəniyyət Hər var, birimiz geyim bir var. ailənin əxlaq var. xanımıyıq. Bax, burada Əlbəttə ki. çatdırmaq istəyirəm. Bəzi insanlara da buradan çatdırmaq istəyirəm ki, Türkan xanım, bu sizə də aiddir. Mənə aiddir, mən isə öz həyatımı yaşayıram. Mənə qıraq, Aqil bu həyatı yaşayır. Mənim üçün qıraq önəmli deyil. Tam doğru. Niyə önəmli deyil? Bugün mən Kolyeska həyatını yaşayıram. Mənim, belə deyək, dayım oğlu, xalam oğlu bir dəfə zəng edib, mən xəstələndə yerə yıxılanda zəng edib demir ki, ay xala oğlu, ay qohum, qonşu, niyə yerə yıxılmısan? Bəlkə sənin dərmana ehtiyacın var. Baxıram ki, yox, insan necə ki ölür, torpağa qoyub gəlirlər, torpağın üzü Artıq sərindir. o İndi mən nə isə deyəcəm. yaddan çıxır. Bunu Bəli. düşünmək lazımdır ki, bəzi oğlanlar da düşünsün. Burada deyirəm, bəzi valideynlərə də aiddir, qaynanalara da aiddir ki, siz və yaxud da biz ailəlik və yaxud mən ayaq üstəyəm. Sabah mən Allah qorusun, avtomobil qəzasında sağlamlığımı itirərəm, başıma beton düşər, qılçama beton düşər, hər şey olar da. Mən xəstə olanda
Heç olmasa mənim həyat yoldaşım hardasa bir yerdə gedib işləyib evə çörək gətirə bilsin. Razılaşırsınız Ona mənim görə də sözümlə? bəli, xanımların işi Bəli, vacibdir. demirəm, indi həyatdır da biz axı sığortalanmamışıq axı. Qətiyyən, Ay qətiyyən. sən qızım otur evdə, olmaz. Qaynanalar ümumiyyətlə xahiş edirəm, evliliyə müdaxilə eləməyin. Ay qaynanalar. Davam edin Türkan xanım. Çox gözəl səsiniz var. Təşəkkürlər, Allaha çox and sağ olsun. olun. Və Davam blogger edin. kimi də özünü Ailə çox öz gözəl yerində, göstərir. istək öz yerində, valideyn öz yerində, sənətinizi gözəl şəkildə qəşəng siyasətinizlə Mənə davam görə ön edirsiniz. planda zaten mənim öz işlərimdir. Sənədim və öz işlərim. Digərləri, hər kəsin öz həyatı var, hər kəs özü üçün yaşayır bu həyatda və həyata bir dəfə gəlirik. İstəyim odur ki, həyatda istədiyim şeylərə nail olmaq. Ona Hı, görə nə mənim üçün gözəl. önəmli ön planda olan birinci mənim işimdir. Tamamilə, Tamamilə tamamilə. doğrudur. Bəli, Və sizinlə bir razıyam. sual da verəcəm Türkan SMS-lərimiz xanıma. var. Aha, sonra Səs- SMS-lərimizi Yaxşı, səsləndirərək. danışın. Videoda ideyalarınızı hardan alırsınız? Videoda ideyaları daha çox senaristimiz verir. Elvin Hətəmov. Daha çox senaristimiz verir. Bəzən özümüz öz aramızda danışaraq tapırıq. Yəni günlük bəzən ssenarilərimizin çoxsu günlük həyatdan başımıza gələn maraqlı hadisələrdən və yaxud da ki hansısa qaranlıq olan bir Məqamdan. məqamı Hı. biz humoristik şəkildə canlandırırıq və insanlara onu çatdırmağa çalışırıq. Nə Və gözəl. maraqlı bir nəticə çıxardırıq ortaya. Bəs bir paylaşma üçün nə qədər vaxt sərf edirsiniz? Bir paylaşım üçün ümumi paylaşımın çəkilişi, ssenarisi və montajı Montajı. hər biri bir yerdə 6 saatımız vaxtımızı alır. 6-7 saat ərdə. Yəni deyərdi ki, günün yarısı. Günün yarısından Aha. çoxunu bəzən. Amma deyərdim ki, möhtəşəm işlər çıxır Biz çünki ərsəyə. işi ərsəyə gətiririk, artıq hazırdır əlimizdə paylaşımımız. Paylaşandan sonra da onun elə bir ki, başını buraxmırıq da, belə loru dildə desək. Hı. Biz otururuq, onu izləyirik. İzləyicilərin sözləri bizim üçün çox önəmli, çox maraqlıdır. Kim necə reaksiya verəcək, bu Bəli. dəfə nə qədər baxış verə İzləyici biləcək. rəyi sizin üçün maraqlıdır. Elə yeri gəlmişkən izləyici rəyindən bir sual verəcəm sizə. Olub ki, neqativ bir rəy oxumusunuz? Negativ rəylər biz necə 100 nəfərdən biri yazar. O da elə bir şey yazar ki, məsəl üçün bu qızın ağzı əyridir. Qurban olduğum hər birimizi bir cür yaradıb. Yəni bugünkü gün Çox min maraqlı şükürlər bir olsun rəydir. ki, məni də bu cür yaradıb. İndi hər kəs gözəl özünə görə gözəldir, belə deyərdim. Mənim Niyə üçün- çox da gözəl Mənə görə xanımsınız? xanımların heç biri çirkin deyil. Bəli. Baxımsız qadın var deyirlər. Mənə görə də heç bir qadın çirkin deyil. Sadəcə olaraq indi insan da bəzən kinini, nifrətini oradan gətirir, çıxardır. Yəqin ki, onun danışacaq kimsə yoxdur, oradan çıxardır. Biz də heç nə eləmirik, heç nə də demirik. Siz necə tamaşaçılar müxtəlifdir də. Aqil müəllim mənlə razılaşar artıq. Aqil müəllim 15 ildir radio aparıcısı, radio rəhbəridir. Və Aqil müəllim kimsə məsələn hər hansı bir videoya baxır, ola bilər ki, onun evində elə bir hadisə baş verib və yaxud da ailədə bir münaqişəsi var və yaxud da çöldə kimsə dalaşıb gəlib və qarşısına təsadüfi bir məsələsini deyirəm. Türkan xanımın videosunu çıxardıb da. Yəni adam var ki, ona bir rəy yazmaqla, neqativ rəy yazmaqla sakitləşir. Yəni belə şeylər də olur. Belə bir şey gözləmirəm əslində. Yox, Amma çox vaxt məncə sizi əksər vaxtı sevənlər daha bu çoxdur. seri profillərdir ki, Bəli. hansı ki tanınmaz profillər, siması yox, adı yox, familiyası yox. O şəkildə yazırlar. O profillərin sahibləri də çox güman ki, yəqin ki, onlara Allah həyatda yaxşı günlər qismət eləsin. Onlar bizə pis yorum Yaxşı rəylər yazmasın. yazsınlar. Hə, yaxşı rəylər yazsın. Amin, amin. SMS-ləri oxumaq istəyirəm. Buyurun. Bizə Şahlar yazıb ki, Allah sizə ömür can sağlığı versin. Çox sağ olun. Amin. Maşallah çox maraqlı və baxımlı verilişiniz vardır. Təşəkkür edirəm. Çox Mən sağ olun. Rzayev səndən incimişəm, ona görə səndən incimişəm ki, sən görüşməli idin, biz çay içməli idik. Bax bunu etmədin. Buradan gözəl bir SMS. Bəli, bu Baba, səfər Bunu bəli, nəzərdə saxlayın. demişdim ki, video Yeganə olaraq. xanım, demişdim ki, Rzayevə demişdim ki, görüşəcəksə, Aha. hamımız Limetski atışacağıq və qəlyanımızı, təbii ki, çayımızı içəcəyik. Amma bu səfər isə bütün şotu, hesabı onun boynuna qoyacaq. Vay, vay. Gəlmədiyinə görə və telefonumuza cavab vermədiyinə görə. Nətər dedim Rzayev? Yaxşı dedim. Əla. Musiqiyə keç Musiqi salmaq fasiləsini istəyirəm. keçirik. Musiqiyə keç salaq və görək növbəti musiqimiz nə gələcək. Təbii ki, Türkan xanımdan gələcək gözəl bir musiqi səsləndirəcəyik. Demək ki, ağlama bəsdir.
Onu səsləndirdi. Digər var orada ikincisi. Onu biz səsləndirdik ha. Aha. Rahat ol. Aha, rahat olun. Gəlin birlikdə dinləyək. Rahat ol. Rzayev Şahlar burada qal. Sen de mənə həvəs olub ancaq sevgi olmayıb. Məni hələ xoşbəxtlik heç qollarına almayıb. Sen o əvvəlki sən deyilsən, dəyişmisən. Gözlərindən anlayıram, mənə sevgin qalmayıb. Sen de mənə həvəs olub ancaq sevgin olmayıb. Məni hələ xoşbəxtlik heç qollarına almayıb. Sen o əvvəlki sən deyilsən, dəyişmisən. Gözlərindən anlayıram, mənə sevgin qalmayıb. Gitmek istəyirsənsə get, rahat ol. Düşünmədən məni tərk et, rahat ol. Səni sənsiz sevərəm, sanma sənsiz ölərəm. Mən hər şeyə dözərəm, rahat ol. Gitmek istəyirsənsə get, rahat ol. Düşünmədən məni tərk et, rahat ol. Səni sənsiz sevərəm, sanma sənsiz ölərəm. Mən hər şeyə dözərəm, rahat ol. Bəli. Bəli, Türkan xanımın yenə də möhtəşəm ifalarından birini Təşəkkürlər, çox sağ olun. dinlədik. Yenə də efirdəyik Türkan xanım. Həqiqətən də çox sevdim səsinizi də, Çox sağ özünüzü olun, də təşəkkürlər. qayıdın. Mütləq bax bu yoldan çəkinməyin və hətta solo konsertini də fikirləşin. İnşallah informasiya dəstəyi olaraq da İnşallah, yanınızdayıq. inşallah. Həm Best FM olaraq, həm xəbərtime.az saytı olaraq. Türkan xanım, bir sual verəcəm sizə. Ən çox baxış topladığınız video hansıdır və niyə? Ən çox baxışı topladığım video 5 milyondur baxışı. Həm Instagram, həm TikTok üzərindən. Valla səbəbi əslində evlilik idi. Evlilikdən Mövzu nə? Mövzu nə evlilikdən idi. Aha, evliliyin nəyi? O qədər evliliyin problemləri oğlan falan. yaxınlaşır ki, bəs tanış olmağa gəlib. Hı hı. Əslində tanış olub məndən, bunu ailəsi göndərib. Mənə də ailəm göndərib. Biz gəlmişik, görüş yerindəyik. Mən buna qayıdıb deyirəm ki, otur maşına, gedək bir çay çək. Və bunu yolda maşını elə idarə edirəm ki, bunu qorxuduram. Əslində mən bunu istəmirəm. Prosta bunu necə eləyə bilərəm ki, bu da məni istəməsin. Bunu qorxuduram. O da axırda gəlir deyir ki, bəs çox sağ ol, mənə ehtiyac olmadı. Yekunu da belə deyirəm ki, yəni mənə məcbur eləməyin də, gərək mən belə bir şeylər eləyim ki, məni evləndirməyəsiniz. Yəni bu
bilmirəm niyəsə aktual olmuşdu, belə yayılmışdı. Bilirsiniz niyə aktualdır? Çünki bu gün valideynlər müdaxiləsi çoxdur. Bəli, həm oğlana, həm qıza müdaxilə çoxdur deyəni o cəmaatın ürəyincə olan bir videolar. Əsasən Olabilir. gənclərin. Çünki bu zamanəmizin bəlasıdır. Çox ana istəmir ki, məsələn, oğlanın istədiyi qızı ala və ya Aqil müəllim demişkən kimsə bloger olur, kimsə yayıncı olur, kimsə müxtəlif sosial şəbəkələrdə olur və ana deyir ki, yox mən o qızı ala bilmərəm. Bax bu belə bir bəlamız var da, yəni müdaxilə çoxdur. İstər qız tərəfdən, istər oğlan tərəfdən. Və yaxud elə bax bu dediyim faktları qızlar da yaşaya bilirlər. Qızlar Anlayıram. sevdiyi oğlanlara gedə bilmirlər. Çünki Mənə atan gəlir onu ki, istəmir. valideynlərimiz ən yaxşısını düşünür. Sadəcə olaraq bəzi yerlərdə bizim qərarımız, bəzi yerlərdə onların bizə qərarları lazımdır. Çünki böyüksüz olmaz bilirsiniz. Yox, təbii, amma sevgi də belə deyərdim, vacibdir. sevgi vacib. Mən dediyim kimi, mən o qədər işimə odaqlanmış bir adamam ki, mənə görə sevgi, ailə həyatı bunlar hamısı ikinci plandadır. Mən əsas işim olduğuna görə, düzdür valideynlərimizin sözünü də yerə salmaq olmaz, amma iş mənim üçün vacibdir. Başa düşdüm. Hərdə onlara da qulaq asaq, özümüz bildiyimiz deyilək də. Mütləq, mütləq, Aha. mütləq. Yaxşı, bəs bu reklam və sponsorluq təklifini necə seçirsiniz siz? Reklam və sponsor təklifləri, sponsor belə deyək də, sponsor olmur bizdə. Birbaşa reklam olur. Reklamları da danışırıq videoya görə. İndi onların səhifəsində ya bizim səhifəmizdə istəyirlər. Ona görə ödənişini danışırıq, video sayını danışırıq. İstədikləri məlumatı insanlara necə ötürmək lazım olduğunu biz bilirik. Sadəcə onlardan bizə məlumatın verilməyini istəyirik. Məlumatı verdikdən sonra biz artıq onları reklam edirik. Aha, bəs bu platformada sizə motivasiya verib sizi saxlayan nədir? Bu platformada mənə motivasiya verib məni saxlayan əsas TikTok platformasında deyil də, YouTube. Bilirəm, üzərindən. siz həm də YouTube Mən əsas YouTube-a baxıram. YouTube üzərindən artıq 5 aydır ki, mənim öz YouTube kanalım aktiv şəkildə fəaliyyətdədir və bu 5 ay ərzində artıq 100 minə son 4 minimiz qalıb. 4 mindən sonra gümüş butonu və YouTube-un da öz qara tıkı olur da. TikTokda mavi tıkdır, YouTube-da qara tıkdır. Onu alırıq və mən deyərdim ki, Azərbaycanda YouTuber xanımlar yoxdur. Yəni sıfıra bərabərdir. İndi ifaçıları, musiqiçiləri qoyaq bir kənara. Onların bəziləri alınma, bəziləri Bloger olaraq da tam razıyam. Bəli, bəli. Bloger olaraq sıfırdan işləyən xanım yoxdur təəssüf ki. Mən istəyərdim ki, Azərbaycanda da YouTuber xanımlar olsun. Ya bunun başlanğıcını mən edirəm. Bəlkə məndən baxıb kimsə bu sənədi istəyər ki, eləmək, bunu gözəl şəkildə eləsin. Yəni bugünkü gün TikTokda bəzi xanımlar TikToka mahnı üzərindən video çəkib atmaqla və yaxud da çerez güzgüdə özünü çəkib paylaşmaqla deyil. Əslində onun əlində hansısa bir istedadı varsa onu TikTokda paylaşım eləyə bilər. Bu şəkildə irəliləsin. Aha. Bəs yaxşı, bax bildik tanınmış blogersiniz, bu sahədə özünüzü doğrultmusunuz və tanınmış yayımçısınız. Burada da özünüzü artıq doğrultmusunuz, YouTube yayımçısı. Sonra hansı özünüzdə daha olan o gücləri görürsünüz? Artıq bunların hamısını etdikdən sonra inşallah qısa metrajlı filmlər, Orada özünüzü sınamaq istəyirsiniz. Nə göz orada aktrisa kimi. aha, Aha, qısa nə metrajlı gözəl. filmlər bir müddətdən də sonra artıq əməlli başlı filmlər yəni. Aa, nə gözəl. Görürsüz Agil müəllim, necə gözəl iddialı bir qızdır. Bəli, bəli, əlbəttə. SMS-lər səsləndirmək istəyirəm. Buyurun. SMS-lərimiz var, SMS-lərimiz var. O, mənim dəyərli qardaşım, böyük qardaşım gəlibdi, promo. Promo kimdir? Qoy buradan deyim, hər kəs bilsin. Yox, demərəm adını. Adını deməyəcəm, elə promo. Promo, xoş gəlmişsən, ürəyimsən mənim, öpürəm sənin əllərindən, yaxşı ki varsan. Mən səninlə fəxr edirəm, qürür duyuram. Bizə yazıb göndəriblər, sonra şahlar yazıb ki, qara BMW ilə, bəli, bizim həmkarımız, futbolun nəbzin aparıcısı, əlbəttə ki, Pərvin Bayramov yazıb ki, sizi və qonağımızı salamlayıram, uğurlar diləyirəm. Biz salamlayırıq, çox Təşəkkür sağ edirəm. olsun. Bugün saat İstədiyinə görə. 17:00-da bizə yeni veriliş başlayıbdır. Əziz izləyicilərimiz, izləyə bilərsiniz, çox maraqlıdır. Futbolun nəbzi, ölkədə və dünyada baş vermiş futboldan məlumat almaq istəyirsinizsə, saat 17:00-da bax burada Best FM radiosunda izləyə bilərsiniz. Nə gözəl, nə Bəli, gözəl. bəli, bizə yazıb göndəriblər və izləyicilərimiz salam, xoş gəlmisiniz. Salamlayıram sizi, Türkan xanım.
Çox sağ olun, Xoş minnətdaram. Və yazıblar ki, Türkan xanımın gözəl səsi var. Çox sağ olun. Mən də bəyəndim. Hətta musiqi şünas olaraq belə bəyəndim. Çünki Təşəkkürlər, çox sağ olun. həqiqətən orada ürək varsa, deməli orada hər şey var. Musiqiçiyə ürək lazımdır. Düzdür, səs də lazımdır, amma ürək Mütləq. daha çox lazımdır. Bəli, Hər indi ikisi lazımdır. verilişimizdə buz kolanı görürsüz. Buz kola sadəcə kola deyil, bu bizim koladır. Naxçıvan suyu, milli dad, Alman texnologiyası, bütün bu sadalananlar bir dəmir qablaşdırmada cəmləşib və sərinliklə bölüşürük. Çox dadlı, çox ləzzətli bir koladır. Bilmirəm onu içib dadmısınız ya yox. Dadmışam. İnşallah, inşallah gedəndə Bizim sizin sponsorumuzu, sizin dostlarımız Müşfiq bəy. hədiyyənizi də verəcəyik buz koladan. Təşəkkürlər, İnşallah. çox sağ olun. Türkan xanım, sonra bir sual vermək istəyirəm sizə. Sizin bu məşhurluğunuz sizə mane olmur? Yəni siz müəyyən bir gedirsiniz, məsələn, mollara, hər halda bir parklara gedib gəzirsiniz. Bax, bu məşhurluğunuz sizə mane olmur. Əslində nə qədər sosialda olsam da özüm cəmiyyət içində gəzən bir insan deyiləm. Niyə? Daha çox gecələri yürüyüşə çıxıram. Aha. Səhərləri də sadəcə çəkilişdən çəkilişə çöldə oluram. Yəni normalda gün ərzində evdə keçirdirəm vaxtımı. Amma belə mənə deyim ki, çölə çıxanda mənə nə kimi faydalar və ya zərərlər, zərərləri demək olar ki, sıfıra bərabərdir, Aha. yoxdur. Belə bir zərəri ola bilər ki, nəsə yanlış bir hərəkət eləsəm, o da ki, hərəkətlərimizə zaten diqqət eləyirik. Cəmiyyət içindəki davranışlarımıza daha çox diqqət eləmək məcburiyyətindəyik bizim kimi insanlar. Mənfi cəhəti yoxdur. Müsbət cəhəti odur ki, yəni yolda, küçədə, bayırda uşaqlar, böyüklər görəndə şəkil çəkdirmək istəyir. Əlavə olaraq hörmət mənasında olaraq, məsəl üçün dünənləri mən Novxanı yolunda gedirdim şəhərə doğru. Yolun sağ tərəfində dayanmışam, tıxaclayam. Görürəm ki, oğlan gəlir üstümə, əlində qaça-qaça alça gətirir. Belə şüşəni aşağı salmışam, baxıram, deyir ki, buyurun Türkan xanım, yeyərsiniz. Nə Bunun gözəl. kimi müsbət yerləri var ki, cəhətləri var ki, yəni xoş gəlir insana belə şeylər. Xırda da olsa xoş gəlir. Bəli. Və hər bir blogerə verilən bir sual. Səssiz izləyici. Səssiz izləyici. Bəli, səssiz izləyici. Yəni heç bir rəy yazmır, hətta bəyənmə belə vermir, hətta o canlıda olanda o ürəkləri də göndərmir. Səssiz izləyici. Səssiz izləyicilər ola bilər. İnsan bəyənir əslində. Demirəm Sadəcə bəyənmir. Sadəcə bəyəni atmaq səssiz istəmir. izləyicidir də o. Və ya takib etmək istəmir. Hə. Onu insanların özünə görə öz həyatları var da. Ola bilər ki, followunda məni görmək istəmir, amma məni belə bəyənir. Bəyəni atmır, amma məni bəyənir. Komment yazmır, yazmağa ya müsait deyil və yaxud da yazıb özünü orada bildirmək istəmir, amma öz fikrini yenə də bildirir öz Bəs içində. bu bax belə tamaşaçıya münasibətiniz necədir? Belə tamaşaçıya münasibətim odur ki, mənim üçün izləyicilərim mənə görə hər şeydir. Onlar olmasa mən olmaram. Yaxşı ki, onlar var. Bugünkü gün burada olmağıma bir nömrəli səbəb onlardır. Onlar məni İzləyicilərdir, sevib bəli. bəyənməsələr, Mütləq. mən bugünkü gün burada ola bilməzdim. Demək ki, onlar mənim üçün istər səslisi, istər səssizi, istər mənfi komment yazanı, hamısı mənim üçün önəmlidir. Çünki onların fikirləri də mənim üçün o qədər önəmlidir. Bəli, bəli, bəli. Sizcə yaxşı blogerin əsas xüsusiyyətləri nədir? Necə olmalıdır yaxşı bloger xüsusiyyətcə olaraq? Valla, xüsusiyyətcə olaraq yaxşı bloger, mənə görə blogerlik, bilirsiniz necə, var influencerlər, var blogerlər. Blogerlə influencerin arasında dağla göy qədər fərq var. Influencerlər hər hansısa bir məhsulun içini, tərkibini istifadə etdim, belə oldu, belə oldu. Bunları danışan adamlardır. Blogerlər amma, blogerlər vlog deyək də, vlog çəkənlər. İstər komedi, istər hansısa bir xırda bir şeyi böyütməyə və belə bir şeylərə yarayırlar. Ki, burada həm aktrisalıq, həm aktyorluğu da qatanda artıq kino tipli xırda vayınlar çıxır ortaya. Blogerlərin deyirsiniz mənfi cəhəti, mənə görə əsas odur ki, insanlara və bizim TikTok izləyicilərini görürsünüz də, uşaqdan böyüyə, 7-dən 77-yə. İstəyim odur ki, yəni blogerlər də çəkdikləri videolara diqqət eləsinlər. Bugünkü gün nəyinsə təbliğatını aparmasınlar qəti. Yaxşı olaraqdan
Nəyisə çəkəndə də Maarifləndirici. maarifləndirici Bəli, və bəli. yaxud da ki, yaxşı olaraqdan. Bəzən maarifləndirici videolara baxış gəlmir ümumiyyətlə. Bunu başa düşürük. Bunu hamımız gözəl bilirik. Amma maarifləndirici olmasa belə, komediya olsa da və yaxud da ki, əksinə olsa, komedinin əksinə də olsa, elə bir şey çəksinlər ki, ortada təbliğat getməsin və yaxud da uşaqlara səhv bir vərdiş, zərərli bir şey etməsinlər. Əsas olan budur. Başqa belə blogerlər mənim, yəni tanışlarım da ki, çoxdur. Artıq biz bu işin içindəyik. Mənim həmkarlarımdılar. Uğurlar arzu edirəm hamısına. Trendə qoşulursunuz, yoxsa özünüz trendi yaradırsınız? Biz özümüz yaradırıq. Bizə Mən çox vaxt qoşulmursuz deyirlər, trendə. niyə görə kinoya gedib çəkilmirsən? Aha. Deyirəm ki, televiziyaların izlənməsi bugünkü gün TikToka baxanda azdır. Mən bugünkü gün özüm kino çəkirəm. Yəni kinoya çəkilməyimə ehtiyac yoxdur. Mən 2 saatlıq bir kinonu 2 dəqiqənin içinə Yerləşdirirsiniz, sıxışdırıram orada bəli. ssenaridə və onu Maşallah. insanlara çatdırıram. Və bu da odur ki, mənim üçün yəni orada artıq milyon, 2 milyon, 3 milyon mənim üçün uğurlu bir nəticədir. Bu Əlbəttə gələcəkdə ki. bunun 10 milyon, 20 milyon olmağını istəyirəm təbii ki də. Və buna görə də əlimdən gələni eləyirəm. Aha. Türkan xanım, videolardan söhbət düşdü. Yəni siz müəyyən bir səhnələri 2 dəqiqə, 3 dəqiqə çəkirsiniz. Biz bilirik ki, bu səhnələr 6-7 sahada əmələ gələn bir Bəli, səhnələr. bəli. Hətta olur ki, bir gününüzü gün sərf ərzində, edirsiniz. Bəli, mən televiziya əməkdaşı kimi sizi çox gözəl anlayıram. Çünki biz də onları yaşayırıq. Ən maraqlı hadisə nə olub bu çəkilişlərinizdə? Çəkilişlərimdə ən maraqlı hadisə zaten bizim hər günümüz maraqlı keçir, açığı. Çünki biz hazır ssenarini çox vaxtı gec-gec eləyirik, hazırlayırıq ssenarini. Çox vaxtı biz yığışırıq bir araya yığışdıqdan sonra ssenariyi çıxardırıq ortaya. Və o ssenari ərzində ssenari yazmaq müddəti var da, bəlkə bunu siz başa düşərsiniz gözəl. O ssenarini yazdığımız müddətdə o qədər şeylər olur ki, yəni bir-birimizin ağlına gələn ssenarilər həm maraqlıdır, həm gülməlidir. İndi onu düzəltməliyik. Orada bəzən çox vaxt maraqlı anlar olur. Bəs video çəkiliş zamanı elə bir olur, yəni fos-major bir maraqlı hadisə baş verdi burada. Çəkiliş zamanı hava şəraitinin əgər yaxşıdırsa, çox maraqlı şeylər olur. Yox, hava şəraiti soyuqdursa, heç bir maraqlı şey olmayacaq, çünki hamı soyuqdan ölür. Yəni soyuqdur. Elə. Heç Mən də sual kulisiniz vermək olur, istəyirəm. bir dəqiqə kulisiniz olur, yəni maraqlı bir kulis yığılır sizdə, yoxsa bunu artıq silinir? Yox, silinir onlar. Silinir, hə, silinir. çox təəssüf. Ən gözəl elə hadisələr kulisdədir. Buyurun. Türkan Aydın xanım, mən sizə bir sual verəcəm. Qarşınıza yəni şərt qoyulsa ki, ya sevgi, ya sənət. Hansını seçərdiniz? Maraqlı sualdır. Əslində mən burada hər ikisini seçmiş haldayam bu dəqiqə. Çünki mən sənədimi sevirəm. Ona görə də elə Yəni siz belə sənədim, çıxır amma ki, sənədimi razılaşmısınız sevirəm. ki, artıq. Bəli, mən razılaşmışam. Razılaşmısınız. Mənə görə iş ön planda. Aydındır. Yəni xanım karyeranı daha üstün Başa tutdu. düşdüm. Yəni sevdiyiniz bir şəxs, deyək ki, siz onu həddən artıq çox sevirsiniz və onu hardasa itirməyi bacarırsınız, yoxsa sənəti itirə bilərsiniz? Bax belə demək istəyirəm. Mənim sevdiyim şəxs təbii ki də məni də sevməlidir. Və Sənətimizi də o məni sevməlidir, sevirsə, bəli. o mənim avtomatik sənədimi sevməlidir. Qısqanc ola bilər. Qısqanc ola bilər. Qısqancdırsa mən ona qısqanclıqda şərait yaratmaram ki, o qısqansın. Əlimdən gələni eləməyə çalışaram. Ya bu halda belə o məni təkrardan qısqanırsa, artıq onun psixoloji problemləri var. Aydındır. Çox gözəl cavab verdiniz. SMS-lərimiz var. SMS-lər səsləndirmək istəyirəm. Elkan 600 yazıb ki, salam olsun hər kəsə. Türkan xanımı da səmimi qəlbdən uğurlar arzu edirəm. Təşəkkürlər. Təşəkkür edirik, minnətdarımızı bildiririk, əziz izləyicilərimiz. Necan xanım, artıq verilişimizin sonuna gəlib çatırıq. Nə tez Bəli, gəldi, hə, çatdı. elədir. Türkan xanım, Buyurun. çox tez Maraqlı oldu. gəldi. Bəli, Hə. siz də suallarınızı verin. Mənim işə sonda sualım odur ki, məşhurluq və şəxsi həyat. Bax, hər iki seçim qarşısında Aqil müəllimə qabaqladı. Bəli, bu sualı vermək istəyirdim. Yəqin ki, indi siz hər ikisini bir arada tuta biləcək bir xanımsınız. Güclü xanıma yəni oxşatmışam sizi. Hətta sizi tanımamışdan əvvəl də. Yəni sosial platformalarda gördüm ki, çox güclü xanımsınız. Mən ümumiyyətlə öz şəxsi həyatımı sosial platformada göstərməyən bir insanam. Ən gözəl odur. Ən gözəl bir şeydir. Ən Bəli. gözəli. gözəl. Onları ayrı-ayrı tutmağı bacarıram. Öz şəxsi həyatım ayrıdır, sosial şəbəkə həyatım ayrıdır. Və şəxsi həyatımda gələcəkdə
ola bilər ki, siz dediyiniz kimi bir insan çıxar mənə belə bir şeylər desə, onda da mən sənədimi seçəcəm. Çünki mən bu sənədi neçə illərimi verməkdən də savayı, mən bu boyda yəni həvəslə Sevgi ilə yanaşıram, gəlmisiniz. sevgi ilə gəlmişəm, əziyyət çəkmişəm, əsas odur. Yəni bu qədər çətinliklərdən keçmişəm və mənə görə bir qadının ayaqları üstündə durmağı, yəni nə qədər böyük bir sevgi ola, nə qədər milyonlar ola ki, o qadını ayaq üstə durmağından sən aparıb evdə saxlayasan, o qadın amma ayaq üstə durmağı bacarırdı. Yəni milyonlar da versən, Düzdür. o qadın yenə də ayaq üstə durmağı seçər də. Azad qadın olmaq yəni mənə görə çox vacib. Çox gözəl, çox gözəl. Allah Türkan sizi xanım, xoşbəxt eləsin. sağ olun. İşlərinizdə Gəldiyiniz üçün. uğurlar Çox sağ olun. arzulayırıq və Sizə Agil təşəkkür. müəllim sizə öz təşəkkürümü bildirirəm ki, bizə bax belə bir fürsəti yaratdınız. Agil müəllim BSTFM radiosunun rəhbəridir və 15 ildir bu postda artıq öz sözünü deyibdir. Çox Qələm sağ olun, yoldaşımızdır, minnətdaram. əziz qardaşımızdır. Çox sağ olun ki, bax bizə Çox sağ olun. bu Türkan cür xanım şərait sadə yaratdınız. bir xanımdır. Bəli, olduqca. Çünki biz bəzi video blogerlərə zəng edirik ki, səni dəvət edirik. Bəli. Biraz yekə-yekə danışırlar ki, mən tək deyiləm, mən yuxarıdan icazə almalıyam. Sənin bu yuxarıların bilməm kimdirsə, biz Vaqan dəvət eləmişdik bura. Biraz Vaqan köməkçisi. Yox, bizə adam var, o icazə verməlidir. Neysə biz təbii ki, biz onun haqqında bir sujet hazırlayıb paylaşmadıq. Çünki biz onu paylaşsaq antireklam olacaq onun. Qətiyyən, Anlayıram. heç Ona, belə bəli, demək. ona görə də o Sako bir gözəl sözü var. Yəni bura çox maraqlı. Sadiq İsmailov buradan salamlayırıq. Keçən dəfə Biz müsahibimiz video oldu. bloger Sakon Çox tanıyasınız sadə bəlkə də. insan idi. Çox gözəl insandır, minnətdaram həqiqətən də. Bilirsiniz, biz radyo olaraq biz lazım olsa kiminsə belə deyək ki, balta ilə vura da bilərik. Amma biz onu vursaq, Qətiyyən. çünki biz onu reklam edəcəyik. Anlayıram. Bəli, Belə bir şey deyim, sözünüzü Təkəbbür kəsirəm. güc. Sözünüzü kəsmək kimi Buyurun. çıxmasın. Belə bir şey deyim. Bəlkə məni də bir oğlan yığsaydı, radioya çağırsaydı, məndə də tərəddüd olardı. Nə yalan danışım. Məni bir xanım yığdı və mənə dedi ki, sizi radiodan Best FM-dən çağırırıq. Mən də xanımlara həmişə dəstək olduğuma görə, mən ümumiyyətlə iş yoldaşlarıma da deyirəm ki, xanımlara ön planda. Biz xanımlara, yəni elə xanım olar ki, reklam vermək istəyər, amma gücü çatmaz məbləğə. Ona belə Bəli. mən yəni okey verirəm. bəli. Mən elə Yeganə xanıma demişəm ki, Yeganə xanım, Hə, xanım siz özü zəng yığdı. edin. Mən də dedim ki, Çünki okey. bizlər zəng edəndə bəzi xanım var ki, siz deyirsiniz yoldaşı qısqancaq qoymur. Bəli, bəli. Mən onu da başa düşürəm. Bundan sonra Yeganə xanım bütün işlər sizdə. İnşallah. Burada mənim bir SMS-im var. Bax, Bəli, bu bəli, məşhur TikTokerlərə, blogerlərə mən də bir neçə insana hətta yığdım da və mənfi cavab aldım. Çox təəssüflər olsun. Dedi ki, çox sağ olun. Biz gəlmək istəmirik. Yəni ki, onlar artıq özlərini ulduz hesab edən insanlardır ki, Gəlmir, dedi ki, gəlmək istəmir. Amma gəlmək istəyənlər də çoxdur. Siyahımızda bir xeyli insan var. Bizi izləyin. Həftədə bir, ola bilər ki, elə iki Yeganə dəfə xanım, mən sizə bir söz deyim. Ümumiyyətlə TikTokerlər, mən Elxan bilir, mən 10 il bundan qabaq yayımçı olmuşam da. Mənim Bəli. 250 min izləyicim olub. Sadəcə mənim TikTokumu vurdular. Yəni əsəbləşdirdilər. Mən elə bir şəkil göstərdim ki, TikTok məni ömrü yatdı bloka. Mən yəni insan əsəbləşəndə olur da başa düşürsüz. Mən TikTokda yayımçı olanda gördüm Sadiqlə dedi ki, çox maraqlıdır. Mən təzə başlamışam, amma mən keçmişin yayımçısıyam. Mənim əzizim. Əlbəttə ki, bəli. Sadəcə mən çox çıxmırdım kadrlara, üzümü göstərmirdim. Canlı yayımı açırdım, maska vururdum üzmənə, necə göstərmirdim də özümü. Ona görə də TikTokerlərin çoxu özlərini ulduz hesab bilərlər. Amma ki mən o keçən dəfə Sadiqin də yanında dedim. Radio sizdən daha üstündür. Əlbəttə ki, Başa radionu düşürsünüzmü? hamı dinləyir, Radyo eşidir. TikTok'un hardasa bir ömrü var. Yəni Hə, təbii ki də. Radio TikTok bilirsiniz bəs də. mənim burada olmağımın bugünkü gün səbəbi də odur. Bəli, bəli. Mənim gözüm YouTuberlikdir, həm də bəli, televiziyadır. YouTube tamamilə Bugünkü başqadır. gün mən Bəli. radiodan keçməliyəm ki, televiziyaya gedim. Mütləq, YouTube'da mütləq, bəli. olmalıyam ki, televiziyaya gedim. Tamamilə mən sizə razıyam. Müvəqqəti platformada ola bilər. Mən Bəli, keçən bəli. səfər orada da dedim ki, siz kim olursunuz olun, bizə də aiddir. Sizin varınız, dövlətiniz, avtomobilləriniz, şirkətləriniz ola bilər. Siz yerə göyə sığa bilməsiniz. Bunu unutmayın ki, özümüzə deyirəm, Sakoya deyirəm. Siz Allahın qulusunuz. Biz Təbii hamımız ki də elə. Allahın Tabii ki. yaratdığı bəndələri heç kim heç kimə Allah üstün üçün deyil. sizin, bizim var dövlətimiz önəmli deyil. Allah üçün önəmli odur ki, mənim hüzuruma necə gələcəksən.
Bəli, odur. bəli. Bax belə, bugün Çox sağ Türkan olun, idi. Türkan Siz xanım. sağ olun. Əziz Təşəkkürlər dəvət elədiniz izləyicilərimiz məni. Mənə də Türkan xoş oldu. xanım idi. Türkan xanım, çox sağ olun gəldiyinizə görə. Siz sağ olun. Allah sizi həmişə bu belə sadə saxlasın Amin. inşallah. Həm Təşəkkürlər. sadəliyimizi Minnətdaram. həmişə qoruyun. Bəli, Həmişə. sadəlik gözəllikdir. Əziz dinləyicilər, əziz tamaşaçılar, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. İnşallah yenə də eşidiləcəyik. Elxan, telefonumu götür.